Razi Nurlayevin deməli, Razi Nurlayevin. Mənə atdılar deməli. O adam cücə satıbdı, indi nə ilə məşğuldur? Çovanlarla məşğuldur. Çovan makleridir. Razi Nurlayevin qardaşı çovan makleridir. Arvadının üstünə özündən 25 yaş balaca. Evdə arvadı ola ha. Evdə arvadı ola. 25 yaş balaca qız qaçırdıbdı. Sonra qızı əlindən alıblar. Sonra o qızın anası qaçdı, qızın anası səs atmışdı ha. Onu da efirə verdim, ancaq söyüşdü ha. Facebookda paylaşmışam, baxa bilərsiniz. Deməli, Facebookda paylaşmışam, bunu burada şeyləmirəm, burada qoyun. Burada Facebookda vacib bir dənə vacib hadisə var ki, paylaşım, onu da sizə çatdıracağam. Budur, bunun dalı söyüşdür. Mən Facebook səhifəm bilirsiniz, Cabil Mammadov. Cabil Mammadov Facebook səhifəsi ingilis qısıdır. Cabil Mammadov. Və burada onu paylaşmışam, elə birinci video. Bax. Və çox da populyar olub. 2000-ə yaxın adam baxıbdı. 2000-ə yaxın qısa müddətdə. Facebook kanalında hələm belə olmur. Hələm belə olmur Facebookda. Sizlər də baxa bilərsiniz. Çox dəhşətli söyüş gedir və bunun dalı gələcək ha. Dalı gələcək. O qaçdığı qız var, 25 yaş. Arvadı evdə ola. Arvad uşağı evdə ola. 25 yaş özündən balaca qızı götürüb qaçıbdı. Öz daha çan təzəlikcə. Və qardaşlar arasında dava düşübdü. Bunun arvadını qovalayıblar. Özünü də nə bilim dava düşübdü. Bu adam nə işinə baxırdı? Bu adam əvvəl cücə satır. Kətlərdə o maşının dalında, sarın olan birinin dalında cücə paylayırdı. Bu adı Daxildir, Daxil. Baxın ha, özündən 25 yaş balacanın cərdəyə özündən daxil eləmək üçün, cərdəyə daxil olmaq üçün bu adı Daxil olan yaramaz. Razi Nurlayevin qardaşı. Qızı qaçırdıq. Sonra da qızın anası zat, dava aləm dəyib bir-birinə. Yəni, indi nə işlə məşğuldur? İndi vəzifəsi böyüyür. İndi bütün heyvan saxlayan adamlara çoban lazım olanda Daxil Nurlayevə, yəni Razi Nurlayevin qardaşına müraciət eləyir. Çoban makleridir. Hamıya çobanları o göndərir. Ay, Allah. Özünün çoban səviyyəsi yoxdur, amma çoban makleridir. Bunu doğan ananın əmcəyinə nə deyim?